Yeni bir gündən herkese salam. Bu sefer de dedim videonun açılışını buradan eləyim. Çıxdım evdən, hava qəşəngiymiş. Mən də baxıram, hava tutuldu. Deyirəm, inci bugün bir dənə sarışqo ilə gedib. Böyle nazik vitrokda geyindim. Amma baxıram ki, istilənirəm ya da ki, mən hələ ki xəstəlik tam keçmir deyə biraz hərəkət edəyəm, istilənirəm. Gedirəm azadlığa, Temun sifarişlərim gəlib. Uzun zamanlar sonra özüme bir iki şey vurmuştum. Dedim, axır ki gəliblər. Həmişə vuranda ən az içərisində mal mənim olurdu. Bu səfər hamısından çox mənimdir. Bir iki dənə elə belə uşaqlar nauşnik vurublar. Bunları götürüm. Sizi də birlikdə özümlə götürürəm. Gəldim bir manatlıq mağazaya. Əslində çəkməyəcəkdim qızlar. Sadəcə əlimdə gördüyünüz patstavka üçün gəlmişdim. Amma baxdım ki, belə qəşəng qablar gəlib, qapaqlı. Bir neçə il bundan qabaq mən də almışdım bu qablardan. Çox gözəl çıxmışdı. Hələ də işlədirəm. Dedim bir çəkim sizə də. Qəşəng qablardır. Kalçuqda qəşəng belə, necə deyərlər, möhkəm kalçuqdur. Belə iyi verənlərdən deyil. Oxlovlar var idi. Belə balaca mərdanə deyirlər türklər. Ondan var idi. Evdə məndə də var, amma işlətmirəm. Dədə baba oxlovlar daha yaxşıdır. Belə balaca keks qablar var idi, ulduz formasında. Sonra belə qablar var idi uşaqlar üçün, 3 bölməli. Təzə gördüyüm. Belə bir qab var idi. İçərisində setkası da var idi. Nəsə içinə sulu bir şeyi qoyub, sonra setkasından tutub belə qaldırırsınız. Su altda qalır, turşu zadda. Quruda, turşu quruda qalır. Belə bir qab var idi. Bir də ki, həmişəki kimi belə kalçuk qablar, belə qazanaltı var idi. Buradakı həmişəki kimi yenə uşaqlar üçün olan vitrin, daha doğrusu uşaq suları üçün. O vitrini görməkdən bezmişəm. Bir də buradakı bu rəngarəng başlıqları gördüm, bilmədim nə üçündür. Digər tərəfdə corablar var 1 manata. Sonra burada nəsə fikrimi cəlb eləmişdi. Hə, qazan tutanlar var. Neçə gündür tikəsiyəm. Özümünkünü atmışam. Amma hələ ki tikə bilməmişəm. Belə nəsə var idi qızlar. Düz gərək bilmədim nədir. Baxın sizdə. O üzünə də bu üzünə çevirdim. Baxdım ki, yox, başa düşdəsi bir şey deyil. Bu da çox yəqin ki, uşaqlar plastirin fiqurlar düzəltsin deyə oyuncaq üçün şeylər idi, qablar idi, forma vermək üçün. Kofe köpürdücü var idi. Sonra burada qaşıqlar var idi. Yenə baxdım ki, bəlkə mən axtardığım silikon qaşıqdan olar. O da dərin qaşıqlar idi. Çömçə kimi mən istəyəndən yox idi. Keçdim sizə buranın vitrinini çəkməyə. Elə bil bahalı bir kosmetika mağazasıdır. Da hansı markanı axtarsaz var, nə istəsəz var. Buranı da çəkdim sizin üçün. Gəldim azadlığa. Bağlamam biraz böyükdür. Özümə biraz da pul qoymuşam. Adımdan çıxıb dedim pul çıxardım. Bağlamanı götürdüm. Sonra yadıma düşdüm. Pul çıxardasıyam. Baxıram ki, azadlıqdakı mağazaların kənarını, başını biraz içəri yığıblar. Buralar necə səliqəli görünür. Bazarın üstündə. Elə bilirəm, mağazaları yığışdırıblar tək. Buradakı bazarda əməlli başlı götürüblərmiş. Əvvəl burada bazar var idi, hər şey satılırdı. Hamının piştaxtalarını götürüblər. Heç nə qalmayıb, yığıblar bu yana. Bunlar da əvvəl yolun ortasına çıxırdı, indi kənarda qalıb hamısı. Yanımdan uşaq keçir, deyir, yığışdırıblar buranı, o da mənim kimi şaşırır. Mən də deyirəm, burada nə yoxdur. Sonra elə sıxıcı hava var, ya da ki, mən nəfəs ala bilmirəm. Keçdim belə. Gedim bir madmazelə baxım. Oraya həmişə qəşəng mallar gəlir. Bir baxım, burada da qəşəng şeylər olur. Amma burada 2-3 qatı bahasına olur. Buna baxın. Hamısının qabağında yemi var, mütasiyenə. Burada da yem töküblər. Adamın əlinə baxırlar ki, görüm. Nəsə verirsənmi?
Buranı deyirəm, qəşəng mallar gəlir. Qiyməti də yaxşı olur, yəni abartı qiymətlər olmur. Nəhayət ki, uzun gözləyişlərdən sonra mənim Temu bağlavam gəldi. Adam özünə nəsə vuranda səbirsizliklə gözləyir. Başqasının olanda fərq eləmir. Bilirsiniz ki, bacınız üşüyəndir. Ona görə özünüz dənə belə qalın indi geyinmək üçün. Əslində qalın da deyil. İndi geyinmək üçün belə bir kofta götürdüm. Görünürmü? Belə baxanda biraz daha qalın görünür, amma yumuşaq, çox yumuşaqdır materialı və napnazik bir şeydir. Görünürmü? Aha, arxadan şey keçdi. İşıq keçir, iki tərəfli nazikdir. Əsl indinin malıdır. Baxım nətər durur. Hətta burası düyməlidir. Mən elə bilirdim prost bəzək üçündür. Elə belə qoyublar. Belə bir şeydir. Buralarda çox yəqin ki, bunu elə də ucuz götürə bilməzdim. Özüm biraz da belə genini götürdüm. Razmeri götürdüm. Bu arada xanımlar, bir çoxunuz yəqin ki, bilirsiniz. Bilməyənlər üçün deyim. Bu paltarların yanında ölçülər olur da. Metri ilə məsəl üçün hansı hissəni ölçəndə hansı razmer sizə uyğun gəlir. O razmerləri ölçüb elə götürə bilərsiniz. Bu mənim koftam. Bunu qoyum kənara. 2 dənə özümə kabro vurdum. Bunu biraz tünt gözləyirdim. Keçən səfər vurmuşdum. Telefon markasına baxmadan vurmuşam. Bu səfər ChatGPT-dən dəqiq markasını soruşdum. Elə sifariş elədim. Bir dənəsi də belədir. Bu arada bilməyənlər üçün, özüm də bilmirdim gerçi. Məndə Redmi 13 Pro'dur. Bu da belə tutum, bu da yaxşı görünür. Bu da ikinci. Gəl sən gəl. Bir dənə sırğa sifariş elədim. Dedim elə koftaya da uyğun olar. Baxdım, həm də ki ucuzdur. Üstündə şeylər də var. Əlavə qulaq arxası tutacaqlar da bunlar. Sırğa sifariş elədim. Baxdım, xoşuma gəldi. Dedim elə sifariş edeyim. Qızlar çox yəqin ki qaralandı. Baxın belə. Niyə bu tam göstərmir? Dedim elə kofta ilə də biraz uyumlu olar. Biraz da taxaram. Qaralandı xanımlar. Bunu sifariş eləmişdim. Qaralır. Fikir verin, bundan bunun rəngi əməlli başlı fərq var. Bir-iki dəfə taxandan sonra qaralır, amma bu qaralan deyil. Bunu şəhərdən almışdım. Belə, bunu da 1 manat nə qədər sifariş eləmişdim, bilmirəm. Sonra belə bir pakovka var. Bilmirəm, bu da nədir? Buna baxaq. Necə də kleyiliyiblər, elə bil. Nə var görəsən bunun içərisində? Qaçacaq elə bil. Oğlumun nauşnikləri. Elə bu şəkildədir. Bunlar da gələndə özü yoxlayar. Burada çox yəqin ki ekranıdır. USB-si içərisində qoyun belə. Getdi hazırlığa, gələndə baxar. Bir dənə də belə nauşnik var. Bu da belə bu şəkildədir. Bu daha şık görünür. Bu arada xanımlar, bunlar 6-7 manat idi deyəsən. Bir dənəsi belə də qabı var. Qabına bax. Qabı çox şıkdır. Bunu yoldaşım seçmişdi. O birisini oğlum seçib. Çox yəqin ki dəyişərlər. Bu maşına oxşuyur. Görüm içərisinə necə yerləşir. Belə. Çox gözəl görünür. Bu da bir sifarişimiz. Bunu açım, görək bu nədir.
Bu mənim qalın deyə sifariş elədiyim, ancaq nazik gələn lasinim. Bunun içərisini o ki qala çox qalın göstərirdilər, amma nazik bir şey imiş. Çox heyf. Nazik göstərirdilər. Daha doğrusu qalın göstərirdilər, nazikdir. Buraya yana şəklində sizin üçün qoyaram. Belə nazik bir lasinadır. Yanlarında cibi var. Boyu tam üzərimdədir. Baxın, biraz qısa ola bilər ayağı. Amma bunların ayaqları onsuzdan qısa olur da. Neysə, belə nazikdir. Bu oğlum özü üçün idman çantası sifariş elədi. Da o da indirimdəydi. Sifariş elədik. Görək. Gecə bir şeydir. Qara sadə çantadır. Burasında ayaqqabı üçün yeri var. Ayrıca bölməsi var. Qoymaq üçün qəşəngdir. Qabağında belə bir dənə yeri var. Bir şey var ki, materialı nazikdir, amma ki belə cırılan bir şey deyil. Bir dənə kəməri var. Böyük cibi. Bir də burada əlavə bir cibi var. Nəsə qoymaq üçün. Sadəcə ciblərinin burası içini göstərir. Pis deyil, əslində qəşəngdir. Yəni idmana götürmək pulla olar. 14 manata belə baxanda nə verirlər. Bu onun üçün çox heyif. İnansız bunu necə dörd gözlə gözləyirdim. Bunun içərisini yunlu bir şey qoymuşdular. Belə qalın yunlu. Qısar baxın, razmeri M razmeridir. 39 razmer göndəriblər. 38 vurmuşdum, 39 göndəriblər. Özümə bir dənə belə ayaqqabı sifariş elədim. İçərisi qəşəngdir. Amortizasiyası deyirlər də yəqin ki. Belə bir şey. Bunu kəsib atmaq da olar. Xoşuma gəlmədi burası. Amma belə altının qalınlığı zadı yaxşıdır. Xoşlayıram mən belə ayaqqabıları. Biraz hündür olsun. Bakıda yağış yağanda bilirsiniz də küçədə gəzmək mümkün olmur. Yağış dolur adamın ayağının içərisinə. Ayaqqabı alçaq olanda ona görə belə platformalı götürmüşdüm. Görünüşü qəşəngdir. Bir dənə ayağımda baxın. 39 razmer göndəriblər. O ki qala mən 38 razmer vurmuşdum. 39 ikisi də. 100% 38 sifariş eləmişdim. Qəşəng görünür, amma qəşəngdir belə. Balonka yox. Balonka nədir? Sayaqlayıram. Vetrovkam da bu rəngdədir, yağmurluğum. Ona görə elə bu rəng sifariş elədim ki, uyğunlaşsın. Qəşəngdir. İnşallah çox böyük olmaz, geyinərəm. Bunu neçəyə vurmuşdum? 22 manat idi, ya 23 manat idi. Belə bir qiymətə idi bu da. Qızlar, bir dənəsini geyindim belə. Düzdür, qalın corabla geyindim, amma ayağımın üstündədir. Həm də qalınla geyinmişəm deyə. Qəşəngdir, rahatdır. Qızlar, koftan da geyindim belə. Qəşəng yumuşaq material var. Özüm streç belə ətə yapışanlardan götürmədim. Çünki bu aralar dediyim kimi məndə köp problemi olur. Düzdür, biraz mama koftasına oxşuyur, amma ki olsun, yəni burasının sırf boş olmağına görə götürdüm. Çok problem olur. Mən bunu dar götürsəm, üstümə yapışan bir şey götürsəm, alınmazdı. Özdəki mənim qızım elə geyinir. Eləni mən özümə yaraşdırmıram. Belə qəşəngdir. Sanki əynində heç nə yoxdur. Qəşəng. Rəngi də belə bu rəngdir. Qəşəng, rahat bir şeydir. Vetrovkanın altından geyin, çıx. Belə bir şey. Ayaqqabılar da ona uyğun. Sırqalar da buna uyğun.
Petrovkam da dediyim kimi o rəngdir. Yəqin ki pis görünməz. Altına da bir dənə cins tünd rəng şalvar aldım mı tamamdır. Qəşəngdir, bəyəndim. Sizcə necədir? Fikirləri yazmağı unutmayın. Amma sizə onu deyim ki, mən bunu aldım 15 manata, 16 manata, nə bilim. Burada 25 manatdan aşağı bunu özümü öldürsəm də tapa bilməzdim. Telefon açanda arxasına nə vaxtsa 10 manat qoymuşam, o çıxdı. Dedim, yeni kabromu da bir taxım görüm sizlə birlikdə. Taxılır mı? Necə olur? Birində bunda məndə su yaşıldı deyəsən. Kabronun biri belə oldu, digərini də taxdım. Bu daha çox xoşuma gəldi. Qızlar, 1 manatlıq yerdən də getmişkən nəm salfetka, quru salfetka soruşdum. Olmadı. Mən istəyəndən bir dənə bu stavkadan aldım. Düzvarım da. Amma ki mən birini burada istifadə edirəm, qoyuram bura. Burada istifadə edirəm. Biri də aynanın qabağında olur. Qabağına güzgü qoyuram. İndi o qabağına güzgü qoyduğum budur. O birisini də rayona gedəndə aparmışdım. Murad dedi ki, Nərciz, bunu mənə ver. Onu verdim Murada. Ona görə qalmamışdı. Burada örgəşmişəm. Həm də ki, Vaqifin idi bir dənəsi. Bu qara Vaqifindir. Gedib gəlib deyir ki, bu mənim deyiləm, amma deyirəm, hə, səndir. İndi Vaqif onu götürsə, məndə qalmayacaqdı. Ona görə də bir dənə yenidən özüm üçün beləsini götürdüm. Bu da arxasının keçəli yapışqanıdır. Yapışdırırsan ki, arxasına sürüşməsin yerdə. Baxın, bunda da var. Yapışdırmışam. Hələ ortasının bu yerində yapışdırmışam ki, savsem sürüşməsin, qəşəng bərk otursun. Qəşəngdir, rahatdır. Vlogların hamısını bundan çəkirəm demək olar ki, belə qaldırmaq olur. İstədiyin kimi əymək olur. Sonra belə düz qoymaq olur. Yəni, hansı tərəfə bunu uzatmaq olur. İstəsən, bu da çox uzanmır da, 2 qatı qədər uzanır. Bir sözlə qəşəkdir. Dedim, alım 2 dənə olsun. Hazırda getməliyəm. Yemək yiyib getməliyəm. Gedə indi bir 15 dəqiqəyə çıxırıq. Narahat olmayın. Vaqif neçə gün idi, xəstə idi. Düz bir həftə, belə deyim də. Gedə bilmirdi məktəbə. Məktəblər də buradır. Bu arada burada oxuyurlar. Gedə bilmirdi məktəbə. Onunla getdik. Şeyi götürdük. Həkimə zəng edib bildirmişdim. Arayışını götürdük. Və xəstəlindən də demişdim ki, bəs gedə bilmirdi. Vaqif xəstədir. Arayışı götürdük. Orada da nə qədər növbə var idi. Növbə gözlədik. Sonra digər həkimlərdən keçdik. Əsas məsələ də ki, bunun qulağına AstraZeneca vermişdi bu xəstəlik. Sirk yaratmışdı. Ona biraz iğnə dərman yazdı. Sonra gəldik, ona yemək verdim, o tez keçdi hazırlığa. Qızlar, payız gəlir, mənzərənin gözəlliyinə baxın. O getdi hazırlığa. Arxasınca mən də biraz yemək yedim. Mən də çıxdım. Ət alasıyam, evdə ət qutarıbdı. Dedim, gedim, ət götürüm, gecə olmamış. Yürü saat 2-yə gəlir, düzdür. Amma yenə də qızlar, xəstəlik necə halsızlaşdırıbsa gedə bilmirəm. Bir də ki, elə bir sanki ciyər dolusu nəfəs ala bilmirəm. Ciyərlərimi tam doldura bilmirəm. Üstünüzə, canınıza sağlıq. Belə nəsə qəribə qalıqları qalıb xəstəliyin. Biraz bazarı qiymətləri çəkim sizə. Üstündə yazıb qoyublar. Hamısının görürsünüz. Lovya 3 manat. Eləsi var 2.20. Yaş turşu xiyarı 1.50. Pomidoru görə bilmədim. Axır belə biraz çəkməyə çalışdım sizin üçün də. Soluxmuş badımcanlar 50 qəpik, 40 qəpiyə biraz xarab olmuş. Pomidorlar. Burada da həmişə sarıkök istot aldığım yerdir. Turşular çıxıb, harabaqsız turşu qoxusu gəlir, qəşəng. Göylər, göyərtilər həmişəki kimi bazarın rəngarəngliyi adamın ürəyini açır. Bu bazara girəndə adam bir şey almasa da keyfi kökəlir. Niyə? Bilmirəm, məndə elədir, yoxsa hamıda elədir. Rəngləri görəndə ürəyim açılır. Bir rəngarəng meyvə, tərəvəz görəndə belə ürəyim açılır. Bir də ki, buludlara baxanda
xoşbəxtlik hormonu çoxalır canımda. Bunlara baxın, bunlara necə rənglərin gözəlliyinə baxın. Qızlar, bazardan gəldim, daha çəkmədim nə aldığımı. Biraz qarışıq turşu aldım. Kilosu 3 kiloqram idi. Ət götürdüm, bir də ki göyərti götürdüm. Məhəllədə hər saatlığına göyərti olmur. Göyərti götürdüm, gəldim, yemək bişirdim. Axşama da ki, düzdür hələ vaxtı deyil, amma yarpaq açdım, yarpaq dolması bişirdim. Uşaqlar xoşlayır deyə yarpaq dolması bişirdim. Evə də meyvə qoyan kimi cücülər gəlir, balaca-balaca. Bütün sinirlərimi pozurlar bu cücülər mənim. Baxsam balaca-balaca var. İndi bunun üstündə birini gördüm, bir ikisini. Yoxa çıxırlar. Öldürmək istəyirsən də yoxa çıxırlar. Neysə. Hələlik bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Abunə olmadan izləyən xanımlar, abunə olsa sevinərəm. Hələlik Allaha əmanət olun, sağ olun.